adıyla deyərək hər gecəmizi biz hədislərlə, şəri məsələlərlə başladıq. Nəhayət 11 ayın sultanı, mübarək Şəhru Ramazanın bayram gecəsinə daxil olduq. Siz əziz izləyicilərimizlə birlikdə bizlər də bu günləri addımladıq. Addımladığımız hər günümüzdə ibadət və itaətlərimizi Allaha xatir ən gözəl şəkildə yerinə yetirməyi özümüzə borc bildik. Allahın bizə verdiyi əmrləri yerinə yetirməyə çalışırdıq edək. Amma nə qədər etdik, nə qədər günlərimizdən bəhrələndik. Allah sanki bizə bu ayı bir bəhanə qoymuşdu günahlarımızı əfv etmək üçün, bizləri bağışlamaq üçün. Nəhayət, sonuncu gün və sonuncu gecəmiz. Artıq sübh əzan verildiyi andan etibarən hər kəs bayram namazına tələsəcək. Əziz izləyicilər, biz də sizlərlə birlikdə xoş gəldin ey Şəhru Ramazan demişdik. İndi isə xudafizləşirik. Gözəl ayla sağollaşırıq. Bir daha bizə qismət olacaq Ramazan ayını yaşamaq ya yox, onu bilmirik. Bildiyimiz tək bir şey var. Son dəqiqələrimiz və son anlarımız. Bu gecəni Allaha ibadətdə, itaətdə keçirdin. Allahdan bağışlanmaq istəyin. Çünki rəhmət, məğfirət, sonu bağışlanmaq olan ay sizi öz ağuşuna almışdı. Nə qədər istifadə etdiyimiz belə bəlli olmadı. Salamat qal ey gözəl ay. Salamat qal ya Əliyyü ya Əzim duası. Salamat qal Allahümmə ədxil duası. Salamat qal hər günümüzün vacib namazlarından sonra dediyimiz Allahümmə rzuqnə həccə beytikəl həram duası, həcc duası. Salamat qal ey mübarək ay, ey bizləri sevən ay. Salamat qal. Salamat qal və bizlərə Allahdan gözəl ibadət və itaətləri yerinə yetirən bəndələr kimi yadında saxla. Bizləri qiyamət günündə Ramazançılar deyən səsləyərkən bizləri həqiqi Ramazan ayında oruc və ibadət eləyənlərin cərgəsində qərar ver. Bizlərdən şikayət olma. Ey mübarək ay, Xudahafiz. Səninlə salamat qal deyərək ayrılırıq. Ayrılırıq ki, əgər qismət olsa, bir daha səninlə görüşərik. Sağ olun, salamat qalın əziz izləyicilər. Yeni verilişlərdə və yeni layihələrdə görüşmək ümidi ilə Allah amanında. Bismillahirrahmanirrahim.